Salam, mən Doktor Mərdan Əli. Bugün çox verdən bir suala aydınlıq gətirəcəm. Niyə bəzi insanlar nə etsə də arıqlaya bilmir və sağlam şəkildə arıqlamaq üçün nələrə diqqət etməliyik? Arıqlamaq bədənin sağlamlıq vəziyyətini kökündən yaxşılaşdırır. Artıq çəkilən qurtulmaqla yüksək qan təzyiqi, şəkərli diabet və oynaq ağrısı kimi problemlərin riski azalır. Enerji səviyyəsi yüksəlir, nəfəs alma və yuxu keyfiyyəti yaxşılaşır. Eyni zamanda insanın özünə inamı artır və gündəlik həyatda özünü daha rahat, yüngül və pozitiv hiss edirsən. Arıqlamağın əsası kalori balansına diqqət etməkdir. Kalori nədir? Sadə dillə desək, kalori bədənimizin enerji ehtiyacıdır. Biz qida ilə kalori alırıq və onu hərəkət, tənəffüs, vəzn kimi fəaliyyətlərə xərcləyirik. Bəs arıqlamaq üçün nə etmək lazımdır? Tək cavab kalori defisitidir. Yəni aldığımız enerji yandırdığımızdan az olmalıdır. Bu dəyişməz bir qanundur. Kalori defisiti olmadan arıqlamaq mümkün deyil. Kalori defisiti yaratmaq üçün yediyimiz qida ilə aldığımız kalorini azaltmalı, fiziki hərəkəti artıraraq verdiyimiz enerjini artırmalıyıq. Bəzən az yeyirəm, amma kökəlirəm deyənlərə rast gəlirik. Əslində isə az yemək göründüyü qədər az kalori demək olmaya bilər. Bir ovuc fıstıq 160 kalori, bir stəkan meyvə suyu 130 kaloridir. Xəbəriniz belə olmadan kalori defisitini pozursunuz. Ən çox rast gəlinən səhvlər yemək davranışı ilə edilən səhvlərdir. Yəni gec yeməklər, qəlyanaltılar, şəkərli içkilər. Bunlar çox vaxt gün ərzində aldığınız kalorini 2 qat artırır. Bəs səhər yeməyi vacibdirmi? Bəli. Səhər yeməyi yeyənlər gün ərzində daha az. Çünki ac qalmaq iştahı və emosional yeməyi artırır. Yemək davranışının pozulması və keyfiyyətsiz qidalarla qidalanmaq ən çox rast gəlinən səhvlərdir. Gec yeməklər, qəlyanaltılar, şəkərli içkilər. Bunlar çox vaxt gün ərzində aldığınız kalorini 2 qat artırır. Bəs səhər yeməyi vacibdirmi? Bəli, səhər yeməyi yeyənlər gün ərzində daha az yeyirlər. Çünki ac qalmaq iştahı və emosional yeməyi artırır. İnsanlar düşünür ki, həftədə bir neçə dəfə idman etməklə arıqlamaq olar. Amma yox, əslində gündəlik hərəkət çox daha önəmlidir. Yəni gündəlik rutin hərəkətlər daha önəmlidir. Nəinki həftədə bir neçə dəfə edilən idman. Piyada gəzmək, pilləkənlə qalxmaq, ev işləri görmək və s. Bunlar kalori yandırmanın əsas hissəsidir. Buna tibbdə non-exercise activity thermogenesis, yəni idmandan kənar gündəlik fəaliyyətlərin enerji sərfi deyilir və bu hərəkətlərə gündəlik rutin hərəkətlər aid edilir. Su içmək həm iştahı azaldır, həm də bədənin maddələr mübadiləsinə yardım edir. Xüsusilə yeməkdən əvvəl içilən su toxluq hissini artırır və arıqlamağa kömək edir. Yuxu isə arıqlamanın gizli qəhrəmanıdır. Az yuxu bərabərdir çox aclıq hormonları. Yəni yuxusuz gecə bərabərdir daha çox yemək istəyir. Bəziləri tez arıqlamaq istəyir, amma sürətli diyetlər bədəni ac qalma rejiminə salır. Əzəllər əriyir, maddələr mübadiləsi zəifləyir. Sonra nə baş verir? Verilən çəki tezliklə geri qayıdır. Bir də var detoks çayları, bir həftədə 5 kiloqram və s. çəki atmaq. Bu cür yanaşmalar həm faydasız, həm də təhlükəlidir. Unutmayın, bədəninizin əsas ehtiyacı balansdır və arıqlamaq yavaş-yavaş və mütəmadi, davamlı, kiçik vərdişlərlə olmalıdır. Yekun olaraq deyə bilərik ki, arıqlamağın əsası kalori defisitidir. Sağlam pəhriz, + hərəkət, + yuxu bərabərdir uğurlu və davamlı arıqlama. Arıqlamaq üçün gündəlik kiçik vərdişlər əldə etməniz sizin rahat və davamlı kilo vermənizə səbəb olacaq. Qısa zamanda möcüzə gözləməyin. Gündəlik rutin hərəkətlərinizi artırın. Kalorili qidalardan, karbohidratlardan, ağ çörəkdən uzaq durun. Qara çörək yeməyə üstünlük verin. Çünki qara çörəyin kalorisi daha az olmaqla bərabər, dadı da xoşagələn olmadığı üçün az yeməli olursan. İşlənmiş qidalardan, yəni karpasa, sosislərdən uzaq durun. Onların tərkibində olan zərərli trans yağlar, dadlandırıcılar, nişasta və s. keyfiyyətsiz maddələr peylənməyə, insulin rezistentliyi və gizli şəkər yaranmasına səbəb olur. Mağazada satılan şirin içkilər, limonadlar, meyvə suları tərkibində fruktoza siropu ehtiva edir ki, bu da qaraciyər peylənməsinə və kökəlməyə səbəb olur. Arıqlamaq və sağlam olmaq istəyənlər belə qidalardan və şirin içkilərdən
uzaq olmalıdırlar. Həftədə bir neçə dəfə tərəzi ilə çəkinizi kontrolda saxlayın. Bu sizə arıqlamaq və yeni çəki almamaq üçün motivasiya verəcək. Araşdırmalar göstərir ki, müntəzəm çəkini izləyən insanlar arıqlamaq və çəkini qorumaq baxımından daha uğurlu nəticələr əldə edirlər. Amma gündəlik çəki ölçmək lazımsızdır və bu sizdə əlavə təşvişə səbəb ola bilər. Gündəlik qəbul edilən qidaları və ya kalorini yazmaq da kilo vermək üçün əla üsuldur. Bu qəbul edilən kalori miqdarının və qida keyfiyyətinin fərqində olmağa kömək edir. Bu yolla qəbul edilən kalorini hər gün biraz azalda bilərsiniz. Bəzilərində metabolizma yavaşdır. Belə şəxslərin verdiyi bazal metabolik kalori daha az olduğu üçün arıqlama onlara nisbətən çətin ola bilər. Bir də kökəlməyə genetik olaraq meyilli şəxslər var. Bu insanların genetik kodunda bədən çəkisini tənzimləyən maddələr mübadiləsi, iştah, yağ yığılması və enerji sərfiyyatı ilə əlaqəli genlərdə dəyişikliklər var. Bu fərqliliklər nəticəsində həmin şəxslərin eyni miqdarda yeyib içsələr də başqalarından daha tez çəki toplaya bilirlər. Ancaq bu şəxslərdə də kritik məsələ kaloridir. Kalori defisiti varsa, həm kökəlməyə genetik meyilli şəxslər, həm də metabolizması yavaş olanlar belə asanlıqla arıqlaya bilər. Bəzi şəxslər yemək yemirəm, amma kökəlirəm deyir. Bəziləri də hava ilə kökəlirəm deyirlər. Bu fikirlər tamamilə yanlışdır və heç bir elmi əsası yoxdur. Əgər bu video sizin üçün faydalı oldusa, bəyən düyməsinə basmağı, şərh yazmağı və kanala abunə olmağı unutmayın. Gələcək videolarda görüşənədək sağlam qalın.